Bir də necə yazdın Aytaç? Məncəni 4 plus 5 olacaq, 9 olacaq. B-ni bərabər edəcək. 4 vurulsun 9, 36. Üstə gəl 4-ün 9-a qalığı 4, 40 olacaq B. Sonra A-nı 40 çıxı 9, 31 olur. Sonra üçünü də toplayanda 80 olur. Səhvin içi idi. Yadımızda qalmadı. İkinci sualı necə yazdınız? Müəllim, burada yerinə rəqəm qoydum birinci Hı hı. onunla. Yazım bu qaydada. Yaz. E'nin yerinə belə deyək də, adətən bu tipdə suallarda 123 qoyuram. Hı hı. 123. Deyir ki, S'in N'ə böləndə üzr istəyirəm. S bərabərdir, N'ı ola böləndə alınan qalıq S 3-dür. N də təzədən olacaq 12. Çünki 123-ü ona böləndə tam hissəmiz 12-dir. Sonra deyir ki, while nə qədər ki n sıfırdan fərqlidir, yəni sıfır deyilsə və ondan sonra əgər n-i 10-a böləndə alınan qalıq, n də ən son 12-dir axı burada bu hissədə. Bəli. 12-ni 10-a böləndə alınan qalıq da 2-dir. 2 kiçikdirsə s 3-dən, o zaman s bərabər olacaq n-in 10-a qalığı. Yəni 12-nin 10-a qalığı 2. Ondan sonra bir də, yəni bu dövr bura qədərsə, bu dövr sonra bir dəfə də gələcək. Belə deyim, da necə gələcək? Hı hı. Demək, n sıfırdan fərqli olacağı üçün bu N'in bir ona dəfə tam hissəsini tapmadın. n-in ona harda... Hə, bu da var. Nəzərindən qaçdı. N-in də ona tam hissəsi sıfırdır. Müəllim, bu səfər n təzədən gələndə sıfırdan fərqli deyil. Yəni bu şərti ödəmədiyi üçün tövr təkrarlanmır və bizə s-i çap eləyin 2-ni. Yoxsa bir dəqiqə mən neysə səhv eləmədim ki burada. Dəqiqə öz yazsam baxın. Müəllim, burada bir dəqiqə variantlara birinci baxın. Rəqəmlərin hasilini çap eləməyəcək. Çünki burada rəqəmlərin hasili olsaydı bizə 1 ilə başlayan nəyisə verməli idi. A bəndən çıxmışdım. Rəqəmlərin sayını da saymaq üçün burada bizə S falan verməlidir sıfırdan ki, rəqəmlərin sayı olsun. Ona görə o da səhvdir. Onu da çıxmışdım. Rəqəmlərin cəmini çap eləmək üçün burada toplama əməli yoxdur. D bəndində çıxmışdım. C ilə Y arasında qalmışdım. Bu məncə rəqəmlərin ən kiçik rəqəmi çap eləməli deyil ki. Elə deyə bilməliyik. Bir dəqiqə yerinə qoydum. Bir də sana nələrsə səhv elədim. Bir dənə pozum bunu. Gəl baxaq. Ədədin ona qalığını verib sübhan düzdür, yəni sonuncusun. Bəli. Sonuncu ədədi veribdir. Bu da ədədin ona tam hissəsidir, yəni öncəkilər. Sondan öncəkilər. Sonra deyir ki, n nə qədər ki fərqlidir sıfırdan. Əgər n-in ona qalığı s-dən kiçikdirsə, n-in ona qalığı s-dən kiçikdirsə, s bərabərdir n-in ona qalığına. Yəni belə baxaq. Burada bizim hal-hazırda s-imiz nədir? Sonuncu ədəd. Sonuncu ədədi bir başlanğıc olaraq götürür özünə. Məsəl üçün bir ədəd var. Bir ədədimiz var. Biz bunu əslində alqoritmdə keçmişik. Burada məsəl üçün ən minimal rəqəmi tutam ki 0 götürsün. Desin ki ən kiçik rəqəm 0-dır, 0-la müqayisə edin. Axı bunun içində 0 yoxdur, heç nə 0-dan kiçik olmayacaq. Lap hətta bunu da 4 götürüm, qoy bunu da 4 edəcəm. 4 olsun.
Və yaxud da burada 1 yoxdur axı. Deməli, ədədin rəqəmlərin içindən birini götürür ən birinci. Sonra gələnləri onunla müqayisə edir. Əgər sonra gələnlər ondan kiçikdirsə, həmin ədəddən kiçikdirsə, S həmin ədəd mənimsədilir. Yəni 3 4-dən kiçikdirsə, yəni n-in 10-a qalığı, n hal-hazırda bu hissə qalıb da. 3 4-dən kiçikdirsə S olur 3. 6 3-dən kiçikdir, yox. 7 3-dən kiçikdir, yox. 2 artıq 3-dən kiçikdirsə S olur 2. 4 2-dən kiçikdir, Ən yox. kiçiyin Bəli, şey ona görə belə doğru tapmısan, amma həll yaraşmazsa. istiqamətini. Aha, bəli. Üçüncü sual dəyənək tutma. Bunun zarfası tapma. Aha. Deməli, A-nı verib 3 A-nı verib 3 dənə B dırnaq içində. Sonra 3 dənə B-ni, 3 dənə C, 3 dənə C-ni də 3 dənə D. Yəni ona tətbiq eləməli. Sonda isə 3 dənə A-nı, 3 C, 3 C-ni, 3 B verib. Sonda da C, A, B-ni istəyir. Burada C olduğu kimi qalacaq. Düzdür, əvvəldə 3 dənə D-ni əvəzləyib, amma sonradan 3 dənə C dırnaqsız formada 3 dənə B yazdığı üçün olduğu kimi qalacaq. Bir Sonra dənə mənə izah elə görüm, dırnaqlı nədir, dırnaqsız nədir? Məsələn, burada dırnaqda B mətndir, var. dırnaqda mətndir, dırnaqsız əməl. Ay sağ ol, dırnaqlı mətndir, dırnaqsız əməldir. İndi gəl sırayla baxaq. Burada sadəcə olaraq dəyişənlər verib, elə nəsə bir şey dəyişmir. Burada A, C, C olursa A nə olur? A dəyişənlə nəyə mənimsədir? A dəyişənlə. Heç nə, elə olduğu kimi qalır da. Necə yəni olduğu kimi qalır? Əvvəldə 3 dənə B mənimsədib, amma sonradan 3 dənə C əməlin. Yo, bax, A-ya, bax, bu C budur simvol kimi. C dəyişənin mənimsədir, bax, dırnaqsız C-ni, yəni A olur D. Bax, bu D-dir, bax, bu C dəyişəni buranı mənimsədib A-ya. Aydındır? Evet. İndi onda C nə olacaq? 3 dənə C. Olacaq 3 B, dənə C. 3 B-yə 3 dənə C mənimsədib. Bəli. Ha, indi nə çap onlar printdə? 3 C, 3 D, B bəndi. Hansı? B bəndi. 3 C nədir? C. Aha, düzdür. C. A nədir? D. B nədir? C. Sən hansı bəndi dedin? D bəndi. Yox. Burada bu bənd olacaq. Bax, A-nı axı dəyişdik biz. C dəyişən eləmişdik. D oldu bu. Bax, bir var dəyişənlər. Gəl bunun adını dəyişək, sən hiss eləyəsən. Əgər belə bir şey gördünsə, onda problem deyil. Sualda adını dəyiş. Məsəl üçün. Olsun. A olsun P dəyişəni. P. B olsun F dəyişəni. C də olsun K dəyişəni. Məsəl üçün. İndi bu P'dir mi? P'dir. Düzdür. C görürsən, düzdür. Dırnaqda deyil də, dırnaqsızlar. Bu oldu K. İndi C nədir? K'dır mı? Bu da oldu K. B nədir? F. İndi sualı zəhmət olmasa təzədən işlə. Yenə bax, buranı da dəyişdirəm. Bax, bu deyir K-nı çap elə. P-ni çap elə. Bir də B nə idi? F-i çap elə. İndi buyur. Təzədən bax sualı. Deməli, onda birinci K-nı çap eləyirsə F-i çap eləyəcək. Başdan başla. Başdan dəyişərək get. P bərabərdir. 3 dənə B-yə F yazırız da. P
P bərabərdir F. F bərabərdir P K. bərabərdir F ama P bərabərdir K. P bərabərdir K'dır bu. Yazmışam da bura. Yox, o ən başda 3 dənə A bərabər 3 dənə dırnaqda B var ya, onu deyil. Hə, bu elə B'dir də. Bu B'dir. Bu adi yazıdır. Bu hansısa bir Hə. dəyişən adı deyil. İndi Dırnaqdadır. P bərabər K, K bərabər F. Hə, P bərabər Deməli K olanda onda P nəyə bərabər olur? K-ya bərabər olur. Yəni K nədir? 3 dənə C. Aha, sonra. K-ya C yazmışsaq yuxarıda. Hədəf A bərabər olur C dəyişəninə. Bu dəyişənin qiymətin bura Hə, mənimsədir. Bu dəyişən də nədir? D də qiyməti. K dəyişənini mənimsədir P dəyişəninə. sonra K-nın FK Bax, bərabər F. bir söz deyim, Sübhan. Dənət, məsəl üçün Pythonda dəyişən adları rəqəmlə başlaya bilməz və yaxud da sadəcə rəqəm ola bilməz. Düzdürmü? Məsələn, 1A ola bilməz. Nə bilim, 12 ola bilməz. Məsələn, A5 ola bilər. A7 ola bilər. Düzdür? Hə. Belə ola bilməz. Ona görə də, yəni sırf rəqəm ola bilməz deyə biz inti dırnaqda yazmırıq, belə yazmırıq. Elə 12 yazırıq. Ya da float 12.5 yazırıq. Nə bilim 17 yazırıq. Problemimiz yoxdur da, düzdürmü? Amma dəyişən adı, məsələn AAA. Dəyişən adı hərflər ola bilər deyə, simvolsuz hərflər. STR-lər dırnaqda yazılır. Ona görə dırnaqda yazılır ki, sən onun sadəcə bir veri, yəni data, bunun bir data və yaxud da dəyişən olduğunu ayırd edə biləsən deyə. Budursa, bu deməli dəyişənə qoyulan addır. Biz deyirik n bərabərdir int input. Görsən, bu n-dir. Bu A. Başa düşdün? Artıq bu dırnaqdakı int yazmıram, heç input yazıram təkcə. Inputu verdiyimiz bu BBB'dir. Dırnaqda olandır. Aydındır? Bəli. Aha. Buyur. İndi P-yə mənimsətdik K-nı, yəni 3 dənə A oldu, 3 dənə D. Sonra 3 dənə C-yə, yəni K-ya mənimsətdi F-i. 3C oldu 3 dənə C. Çünki F yuxarıda 3B idi. B-də dırnaqda 3C-yə bərabər idi. Düzdür. Deməli, onda 3K P F-i çap eləyəcək. K-nın axırıncı qiyməti hardadır? Buradadır da. Aha. 3 dənə C. Sonra hansı idi? 3 dənə A. Yox, 3 dənə D. 3 dənə C, 3 dənə D, 3 dənə C təzədən. Bəli. Davam edək. Sıra kimdədir? Aytəcdə. Bənəm. Buyur Aytəc. X-i 1 verib, Y bərabərdir 5 üstəgəl. 1-in 1.0 olacaq. Mən burada kök altından çıxardırdıq da. Bax, 5 üstə gəlinsin. Hə, kök altında 1. Nə edir kök altında 1? 1.0 çıxardacaq. 6.0 olacaq. Böləcək x çıx 4 mənfi 3 vurulsun 3 mənfi 9. Modulda 9 olacaq. Bura ABS bura modul olacaq. Sonra vuracaq. Ha. Aha. 9-a böləcək. Demək 6.0-ı böləcək 9-a. Deməli 5 üstə gəlinsin 1 nə etdi? 5 üstə gəl 1. Yox, 6 eləmədi axı. 5 üstə gəl 1 etdi. Hələ ki, çünki burada bölmə var axı. Birinci bölmə həll olunar. Aha. Bura Bildim. ABS Ayrıca mötərizədə deyil bəs o. necə? Bir mötərizədə də axı 5 üstə gəl. Mötərizə alıb gördüm, düz deyirsən.
6, okey. 6 bölünsün. Aha. Bu 6-nı neçə böləcək elədi? birinci 3-ə 2.0 Aha, bura sonra 3-ə. ayrıca nə oldu? A5 2 çıx 4. 1 çıx 4 mənfi 3. A5 də oldu müsbət 3. 6-nı böləcək 3-ə neçə eləyəcək? 2. 2. Sonra 2-ni də hissəsi. vuracaq 3-ə. 6. 5. 5. Müəllim bu 5-də deyir ki, demək, bir də saniyə. Y dəyişəninin qiymətinə uyğun ifadəni müəyyən edin. X bərabərdir float tipində bir ədəd daxil olunubdur. Y də bərabər olub. Bu pi yəqin ki, elə bizim bildiyimiz pidir da. Bəli, bəli. Demək, y bərabərdir buranı yazın. Pi üstə gəlinsin kök altında, yəni square root x üstə gələk 1. X üstə gələk 1 bölünsün modulda. Belə ki, bura kimi ayrıdır, ondan sonra 4-ə vuracaq. Bəli. Modulda x-in kvadratı, sonra modul bağlansın, vurulsun 4. Demək, belə bir variantda, bunu da belə yaza bilərəm da, buradan yazın bilirəm. Bu da belə ola bilər ki, x-in kvadratı məxrəc birləşsin, 4 vurulsun, x üstə gələk 1 kökün altında, üstə gəlsin pi. Yəni, baxın görün, belə bir şey var. A Bəli. bəndi deyil, A bəndi. A bəndi. Ha, bəndə düzdür. Doğrudur. Dəyənət. 6-da Python tərtibləmiş proqram nəticəsini R bərabər 2, E bərabər 3, print R, E, R plus E, separate 23. Deməli, burada birinci bir dənə 2 çap olacaq. 2 dənə 2 daha. 2, 2, 3, 3, 235 sonra. Burada A bəndi. A bəndi cavab. Bir saniyə uşaqlarda, bir saniyə qoşuluram. Bir saniyə. Aha, üzrü sayın uşaqlar. Bəli. Deməli, 2 qoydun, 2 yazdın, Bir dənə 2, düzdür. 2 dənə 3, bir də 235 A bəndi. 2-ni çap elədi, sonra 3-ü, burada da 2, üstə gəlinsin 3, 5. Ayırdı da bunları 23-lə. 23, 23 nə oldu? 2, 2, 3, 3, 2, 3, 5. A bəli, düzdür. 7. 7-də mənim x, y dəyişənlərin hər birinə 14 qiyməti daxil edilib. Z-i də 10 verib. 14 14-ə bərabərdir. 29 100-dən böyük deyil deyə ödəməyəcək. Z axırda 28 verib. Çap eləyəcək. 28 vur 384-dür. X-lə Y hər biri 14-ə bərabərdir. X plus Y plus 1 böyütülmə üzdən xeyr. Z olur X plus Y 28. Düzdür qızım, düzdür. 8. Dəyənət. Mən deyildim, mən. Yəni, Sənsən, problem hə, yo. Üzrü say, mən elə bildim onun sırasıdır. Buyur. 8. Demək, bizə deyir ki, number yəqin bu bir dəyişən də. Bir də belə bir dəyişən qiyməti verilibdir. Bir də S0 verilibdir. Deyir ki, nə qədər ki n deyəcəm bu dəyişən ilə. N 99-dan böyükdür. N bərabər olacaq hər dəfə n-in ona tam hissəsi. S-də olacaq bu n-lərin ona qalıqlarının cəmi.
Yəni S N-in Oxuda 16 gördüyü bayaqları birinci tam hissə verdi, sonra qalığı Bəli, topladı. bu da ona oxşar Aha, bir şeydir. aha. Demək, birinci anlıq buradan bu hissədən birinci yazıram. Birinci. Demək, number bərabərdir. Proqram nə edəcək? Onu elə bir dənə zəhmət olmasa elə bütöv fikirləş ki, vaxta da qənaət etmiş ol. Nə edir proqram? Yəni hər dəfə ədədi birinci ona bölüb tam hissə. Elə ki, axırından bir rəqəmi silir. Number Ay ona sağ ol. bərabər eləyin. Sonra nə edir? Sonra da o qalıqları götürür, son rəqəmlərini götürür. Yəni Ha, rəqəmləri götürüb nə edir? cəmləyir də təbii ki. Ha, deməli Belə, qalan rəqəmlərin cəmini istəyir. Ha, neçə olar o zaman? hə, onda belə deyək də. Birinci yazacağıq S, buradan elə bir dəfə birbaşa yazıram, elə dediyiniz kimi 8 olacaq, üstə gəlinsin. Olacaq 7. Hı. Burada bir də şərt var ki, 99-dan böyük olmalıdır. Ondan sonra olacaq 7-nin üstə 6 da olacaq da. Aha, 6. Ha. 6-nın üstə 5 də olacaq. 5 də. Və bir də belə bir şey var. Qalacaq Bu 34. 34 qalandan sonra da axı bu i-ni bayaq götürəndə bir vahid məsələsi var idi bayaq kitində. O da ondakı kimi də. Yəni mən 4-ü də götürməliyəm ki. Çünki bu 34. 345 dövrə düşəndən sonra namı 34 onu və həmin vaxtda S də Bəli, bir dənə qiymət almış olacaq ona görə. bəli. Cəmiyyəndə 345 nə eləyir? böyükdür 99-dan. Bəli. Ondan sonra number olur 34. Aha, 34. 34-ün ona Bəli. qalığı 4. Sonra gəlir. Artıq 34 Cəmiyyəndə də böyük deyil. 10, Əla. 15, 25, 30 eləyir. Ümid edirəm səhvə yol İyi bəndə. vermədim. Baxın görün cavabları istəyirsə. Bir saniyə mən baxım dayan. Bir saniyə QR kodla baxım. Aha. Keçən sualdır. Bu 8 7 Y yazdıq. sınav 8 Y bəndi. Düzdür. Düzdür. Doğrudur. Devam edelim. Dokuz. A bərabər 16, B bərabər 24, P A vurulsun B. While A fərqlidir B-dən. Deməli 16, 24. Birinci olaraq 16, 24-dən Hansı fərqlidir. sualdır bu? Dok- Birinci mən ona cavab ver. Yox, 9 deyə bilirəm. Bu sual sənə nə xatırlatdı algoritmdən? A, B-dən fərqli nə qədər ki fərqlidir. Neynirdi? Dövrə girir. Dövrə girdi. Neynir? Hansı böyükdürsə neynirdi? Böyükdən balacanı çıxırdı. Nə idi o? Dayanət. Aytaç nə idi? Mənim əbabu tapırdım. Bəli, F algoritmi da. bəli, Evclid. Aha, davam et. Dayanət. Hə. A, deməli birinci A fərqlidir B-dən, 16, 24-dən fərqlidir. Hə olur. 16, 24-dən böyükdür, yox. Deməli A bərabər yox, B bərabər B çıx A olacaq. O da 6, B bərabər 6 yox 8, B bərabər 8. Sonra ikincində təzədən yenə qayıdacaq. Aha. De. 16 fərqlidir 8-dən. Sonra 16 böyükdür 8-dən. Hə, bu dəfə A-nı hesablayacaq. A olacaq 8. Hı. Yenidən qaydanda 8 8-dən fərqlidir. Bu dəfə yox olacaq. Bərabər olacaqlar da. Sonra P böl A deyir. Yəni 16 vur P 16 vur 24 idi. Bölünsün 8, o da 48. Nə tapmış oldu bu proqram? Dayanət. Bu qismdə əbobu tapdı. Düzdür? Bu qismdə bax, qabaqcadan bunların hasilini saxlamışdı özünə. Hasilin A vur B-ni, yəni böldü nəyə? Əbobuna. Nəyə tapmış oldu? Əkobu. 10-cu sual. Kimdədir sıra? Məndədir mən. Buyur qızım.
Burada step 1 verib. 1 8-dən nə qədər ki kiçikdir. 1 üstəgəl 3 4 olur. Bir dəfə çap eləyəcək. Sonra bir də bunu yazım. Sonra 4-ü 5-dən böyük deyil. Elifə baxacaq. 4-ün 2-yə qalığı 0-dan fərqlidirmi deyə soruşur. Axırda çap edəcək 2 dənəsini. Bir Yəni dənəsini cəmi çap üstə və çap elədim. olunur. Sonra axırıncı demişdik 4 8-dən kiçikdir. 4-ün üstünə 3 gələcək 7. Yenə bir dəfə çap eləyəcək. Sonra Bir saniye birden bu step 1 oldu. 8'den kiçik oldu. Stepin üzerine bəli, 3 geldi. Ət çap elədi. İfə daxil bəli, olmadı. bəli, Elifə daxil olmadı, düzdürmü? bəli. Sonra nə etdin? Sonra 2 dənə çap elədim. Ay Əksə. sağ ol. 2 dənə də daha çap elədi. Sonra Sonra 4 idi axırıncı qiymət. Yenə hı, vayla baxırıq. 4 8-dən kiçikdir. 4-ün üstünə 3 gəlir 7. Yenə bir dəfə çap eləyəcək. hı, Sonra 7 5-dən böyükdür. 3 dəfə çap eləyəcək. hı. Sonra yenə 2 dəfə çap eləyəcək. Əla. Ha. Sonra 7 8-dən kiçikdir. 7-nin üstünə 3 gələcək. 10 bir dəfə çap eləyəcək. Hı hı. 15-dən böyükdür. 3 dəfə çap eləyəcək. Bir də axırda 2 dənə çap eləyəcək. 2 dəfə çap edəcək. 2 dəfə çap edəcək. Ha. Vəssalam, neçə dəfə oldu? 15 oldu. 4, 5, 10, 15 düzdür. 11-ci sual. 11. Deyim müəllim. Buyur. Python dilində tərtib olunmuş proqram nəticəsi. Demək M5-dir, S0-dır. Bizə deyir ki, x2 demək 5 ilə 25 aralığında 5, 6, 7 və sair gəlin 24 sonuncu rəqəmdir. 25 olacaqdır. Sonra mənə deyir ki, əgər 3-ə böləndə bu x2-i 3-ə böldüyümüz zaman alınan qalıq 1-dirsə və 5-ə böləndə alınan qalıq 2-dirsə, o zaman S-in üstə həmin o ədədləri gələcək. Yəni S bu x2-lərin cəmi olacaq bizim axtardığımız. Demək Tamam. baxıram ki, 5 ilə 24 arasında 3-ə böldükdə qalığı 1 olan ədədlər 4-dür. Yox, 5 ilə dediyimiz üçün 4-ü heç götürməyəcəm. Demək 7-dir. Sonra 10-dur. 13-dür. 16-dır. 19-dur. 19-un üstə 3 gəlirəm. 22-dir. 25 olmayacaq. Bəli. Bunlar 3-də qalığı 1 olanlardır. İndi mənə lazımdır. Bunlardan hansını 5-ə böləndə də qalıq 2-dir. 7-nə böləndə qalıq 2-dir. 10 qalıqsızdır. 13-ü böləndə qalıq 3-dür. Sonra bu 16-nı böləndə qalıq 1-dir. 19-u böləndə qalıq 4-dür. 22-ni böləndə qalıq 2-dir. 5-ə böləndə. Mən də dedim ki, S bunların cəmidir. Yəni S olacaq 0, üstə gələk 7, üstə gələk 22. Bu deyiləcək 29. Sonda da printesi istəyir. Cavab 29 B bəndi. Çox möhtəşəm izah idi. Sübhan. Əlaydı. Ha, davam. Bəyanətdədir sıra. N bərabər 20, T bərabər int mass SQRT, S bərabər 0. Hə, 20-nin kök altında 20. Aha. Sonra for i in range 1 bir də Yox, onu tap da. T nə olacaq? Bəyanət. kök altında 20. Ha, amma bilsən nə istəyir səndən? Kök Kök altda 20-ni bəyanət var, int eləyir. Yəni tam hissəsini götürəsən zaten. 4 yəni. Bəli. Ha, sonra For i in range 1, 5, yəni 1-dən 4-ə qədər. Yəni 1, 2, 3, 4. əla. Ha. If n faiz n yə qalığı 0-dırsa, deməli n nə idi? 20, i-də Olar. 1. Hə, 1 yoxlayıq da. 20-dən 20-in birə qalığı 0-dır. Deməli s bərabər s plus i, yəni s bərabərdir 1. Hı -hı. Birincidə. Sonra Bəli. b bərabərdir
20 bölünsün 1 elə 20 eləyəcək. 20'nin 1'e tam hissəsi düzdür 20. S bərabərdir 0 üstə gəlinsin. Yox, 0. 0 yox, 1 oldu. 1 oldu orada Hı bayaq. hı. 1 üstə 20, o da bərabər 21. Hı hı. Yenidən başa qaydadıq. İkincisini Hı. yoxlayacaq bu dəfə. Deməli, eşitdirsə, yenə N'in i'yə qalığı 0-dır. S bərabərdir S plus i, yəni 2. 0 üstə 2. 2 elədi S. Yox, yox. Əvvəlki Diqqətli qiymət, ol. S-in əvvəlki qiymətini təzədən hesablamalıyıq. S'in qiymətini hesablamamızda S'in sonuncu nə olubdu? 21. 21. Hə, təzədən sıfırlanmır S dövrə qaydanda. Yox, niyə sıfırlansın ki? S'in sonuncu qiymətini üstə gəlsin. Hə, S 21 burada onda. sıfır olub qalıb burada. Bundan sonra gör nə qədər yol keçib. Onda 23 oldu. 23. Ha. B bərabərdir N'in i'yə qalığı. Qalıqdır tam B hissə. tam hissəsi 20 bölü 2 10. Hı hı. Sonra S bərabər S plus B. Yəni 23 üstə gəlinsin 10, 33. 3-də bu dövr pozulacaq. 4-də ona görə baxmayacaq. If Nəsə 4-ə baxmayacaq. 3-də dövr pozulur da 23-ə qalığı Yox, 0. 3-də dövr pozulmur. 3 dövrü götürür yenə. 3-ü götürür. Şərtə daxil olmur. Şərtə daxil olmur. Şərtə daxil olmur, qayıdır da 4-cü dövrə qayıdır. 4-ə qayıdır. Mhm. Dövr budur, fordur. Dövr öz qaydasından gedir. Nə veriblərsə gedəcək. Şərt olsa şərtin içinə daxil olacaq. Olmasa olmayacaq şərtin içinə daxil. Mhm. 33-ün üstə 4 S bərabər 37. B bərabər Hı. 5. S də bərabərdir. S deməli 37 idi. 42. Dövr bitdi. If T-nin kvadratı N-ə bərabərsə, T-nin T nə idi burada? 4. Hə, if T 4 idi. 4 vur 4 16. N-də %20 idi. Hı. Bərabərdir. Bərabər deyil. Ona görə print S olacaq. Yəni 42. Beybənd. Bitdi. 13. 13-də mənim S-ə 0 verib, X-in qiymətləri 3, 4, 5 olacaq. Burada soruşur 3-ün 2-yə qalığı tam 1-dirsə əgər S bərabər olacaq. Deməli S 0-dır, üstəgəl 3, üstəgəl 5, S 5 olacaq. Sonra 3-ün 4-ə qalığı 1 deyil, 3-ün 5-ə qalığı 2 də deyil. Elisə baxacağıq. 5 üstəgəl 3 olacaq 8, üstəgəl 2 10 olacaq. Sonra yenə 10 üstəgəl 3 13 14 olacaq S. 14. Aha. Sonra Sonra 4-ə baxacağıq. 4-ün 2-yə qalığı 1 deyil. 4-ün 4-ə qalığı 1 deyil, 4-ün 5-ə qalığı 2 deyil. Elisə baxacağıq yenə 14 üstəgəl 4 18, üstünə 2 gələcək 20 olacaq. Sonra 20 üstəgəl 4, 24 üstəgəl 1 25 olacaq S-in ən axırıncı qiyməti. Sonra 5-ə baxacağıq. 5-in 2-yə qalığı 1-dir. 25-in üstünə 5 gələcək 30, üstünə 2 gələcək 32. yox, birdən fərqli də deyir. Bəli, bəli. Birinciyə baxmayacağıq onda 25-də idi. Sonra 5-in 4-ə qalığı 1-dirsə 1-dir. 25-in üstünə gələcək 5, 30 Sən bayaq üstünə 4-də bura baxdın, 4-də. Bax, Aralar. promo ilə bir düşdü nə? Hı. 13 davam elə, olmasa yazaq narahat olma. Mən baxmadım deyəsən mən birinciyə. Promoya Məncə Elsa baxma. baxdım. Hı. Başdan yazaq mən. Səhv getdi. Yazaq başdan. Çox tələsirsən Aytaç, biraz aramla denə, yavaş-yavaş. Mənim beynim sənin sürətini algılaya bilmir deyə oradan səhvini düzəldə bilmirəm. Çox tez-tez vurursan.
bölürsən, Yəni çıxırsan. Ha, neçə onda oldu? başlayaq. X3 4 5 olacaq deməli. Aha. Birinci 3-ün 2-yə qalığı 1-dən fərqlidirsə, buna baxmayacağıq. 3-ün 4-ə qalığı 1-ə bərabərdirsə, buna da baxmayacağıq. 3-ün 5-ə qalığı 2-yə bərabərdirsə, buna da baxmayacağıq. S-ə baxacağıq. S-i 0 verib, 0 + 3 + 2 5 olacaq. Sonra bir də ən axırda 5 + 3 8 + 1 9 olacaq. 5 üstə gəlsin 3 8 1 9. Əla. Hə, sonra davam edək. Sonra 4-ə baxacağıq. 4-ün 2-yə qalığı 1-dən fərqlidir. 9-un üstünə gələcək 4, 13, üstünə 2 gələcək 15 olacaq. Sonra 4-ün 4-ə qalığı 1-ə bərabər deyil, buna baxmayacağıq. 4-ün 5-ə qalığı 2-yə bərabərdir, buna da baxmayacağıq. Elsə baxacağıq. 15-in üstünə gələcək 4-ü 19, üstünə 2 gələcək 21 olacaq. 21. Sonra Aha. 21-in üstünə 4 gələcək 25, üstünə 1 də gələcək 26 olacaq. Aha. Okay. Və ən axırıncı 5-ə baxacağıq. 5-in 2-yə qalığı 1-dən fərqli deyil, 1-ə bərabərdir. Buna baxmayacağıq. Sonra 5-in 4-ə qalığı 1-ə bərabərdir. 26-ın üstünə gələcək 5-i 31, üstünə 3 gələcək 34 olacaq. Sonra digər ifə də baxmayacağıq, elsə baxacağıq. 34-ün üstünə 5 gələcək 39, üstünə 2 gələcək 41 olacaq. Ən axırda da 41 üstünə gələcək 5-i 46, bir də gələcək 47 olacaq. Bəli, düzdür. Doğrudur. Dörd. Deyim müəllim. Bəli, buyur. Proqram icra edilərkən klaviaturadan 7 ədədi daxil edilsə, 7 ədəd daxil edilsə, hansı ekranda əks olunmaz? Demək, N-ə 7 ədədi daxil olunub. Yəni N 7-dir, A 1-dir, B də 1-dir. Z 2, 3, 4, 5, 6 və 7 qiymətlərini ala bilər. 6 dənə qiymət alacaq. İndi baxıram, burada yazılan birinci addım. Yeri bizə veribdir A ilə B-nin cəmi. Yəni 2. A olacaq B. Yəni 1. B də olacaq Fibonacci'dir da bu məncə. Necə? Fibonacci sırasıdır. B də olacaq 2. Aha. Bunun əslində dində bir dənə oxşarı var idi. Bu qaydada yazdım. Ən axırda da mənim printer o demək ki, hər dəfə eri çap edəcək. Yəni burada erin qiymətini tapdığım üçün onu bir də yazmayacağam buradan. Fibonacci sırasında olmayanı istəyir. Aha, Ki hansı ikinci. Fibonacci sırasında Bu deyil. qaydada gedirik müəllim. Yəni ki, er sonra onun 3, A olur 2. Yəni birbaşa deyirəm elə ki, A buradakına paralel olacaq, B olacaq 3. Sonra er olacaq 5. A olacaq, bir saniyə 3, B olacaq 5. Sonra dördüncü er olacaq 8, A olacaq 5, B olacaq 8. Beşinci er 13, A 8, B 13 və altıncı da er olacaq demək 21, A 13 və B də 21. Bu qayda ilə bitir. Niyə görə? Çünki bizdə burada yuxarıda qiymətdə qoydum axı mən ki 2, 3, 4, 5, 6, 7 qiymətlərini ala bilər. Yəni 6 dənə qiymət alacaq. İndi baxıram ki, hansı əks olunmaz deyir. 3 burada tapmışam eri, əks olunacaq, çıxdım. B bəndində 5, burada tapmışam 5-i, əks olunacaq, çıxdım. Y bəndində 8, burada tapmışam 8-i, çıxdım. 21 də var, burada tapdığım üçün çıxdım. Cavab 34-dür. Əslində belə götürsək, 7-ci addımı biz götürsəydik, o zaman er olardı 34. Çünki 13 ilə 21 34 idi. Amma bizdə for in range 2-dən 7-yə qədər olduğundan, yəni 6 addım olduğundan, 6 addım. Buna görə biz 7-ci addımı yaza bilmirik. Yəni 7-ci addım olmadığı üçün 34 olmur. Əgər 7-ci addım olsaydı 34 olardı. Yəni cavab C bəndi. Da belə deyək. Yəni siz bu proqramı bilsəniz, baxanda görsəz ki, bir-birdən başlayır. Sən nə oldu bu? Ha.
Baxsaz ki, bir-birinə başlayır. Sonra A-ya B-ni mənimsədir, B-yə E-yi və cəmləyir hər dəfəsində. Cəmləyir, sonraki addımları dəyişir. Swap edir, yer dəyişməkdir. Bu yer dəyişməni görsəniz, siz artıq biləsiniz ki, Fibonaccidir. Yəni, gələn də artıq bunu biləsiniz də siz. Fibonacci-ni görəndə tanıyasınız ki, bu Fibonaccidir. Fibonacci-ni tanıyandan sonra Sübhanın həlli tamamilə doğrudur. Amma Fibonacci-ni tanıyandan sonra sıranı yazırsan tez. Baxırsan ki, burada ola bilərdi ki, burada məsələn 9 qoyardı 5-in yerinə. Düzdür? Əgər burada 9 olsaydı, mən bu 9-u götürərdim ki, yoxdur da bu sıra. Düzdürmü? Bu sırada yoxdur. Amma baxıram ki, 3, 5, 8, 21 filan varsa, burada ən böyük olmayacaq da 34. Aydındır? Yəni, bu sizə artıq bir neçə saniyəyə başa gələcək bu misal sizin üçün. Ona görə deyirəm ki, həmişə proqramı tanımağınız vacibdir uşaqlar. 15. Buyurun. L bərabər 1, if L bərabərdir 1, 1 1-ə bərabərdir, nidanı çap elədi. L-in içə qalığı 1-dir. Hə, DS çap elədi. 4-də tam hissəsi 0-dır, dollar çap elədi. Böyükdür, mənfi 1-dən faiz çap elədi. Elifə baxmırıq. Deməli, nələr çap olundu? Nida, DS, dollar, faiz. Bərabər çap olunmadı, D bəndi. Düzdür. Doğrudur. 16. 16-da deyir klaviaturadan 49 daxil edilib. S-i 0 verib, K-nı da 1, 49 0-dan böyüdü. R bərabər olur 49-un 7-yə qalığı 0 olacaq. Səncə bu proqram nə idi? Burada bir dəqiqə. Qalıqlarına Yaz sonra baxaq, cəmləyir. narahat olma. Yaz, heç nə yaz. Ha, R 49 0 oldu. olur. 49'u neylədin qızım? 7'yə 49-un qalığını 7-yə tapdın. qalığı. Aha. R oldu 0. Sonra S bərabərdir 0 üstə gəl. K 1-dir, 1 vurulsun. 0 yenə 0 olacaq. Sonra Sonra K bərabərdir 1 vurulsun 10. K 10 olacaq. N bərabər olur 49-un 7-yə tam hissəsi. N də olur 7. Sonra təzədən 7 0-dan böyüdü. 7-nin 7-yə qalığı yenə 0 olacaq. S də 0 olacaq. K olacaq. Yenə dəyişmir. K 10 olacaq. N də olacaq 1. 1 0-dan böyüdü. R olacaq 0. Ya 1 olacaq R. 1-in 7-yə qalığı 1. S olacaq 1 vurulsun. K neçə? 10 idi. 10. S olacaq 10. K olacaq 1 vurulsun. Dəqiqə. Mən səhv getdim yenə. düz gedirdin. Orada nə karıqdan? Ana ikinci dəfə yenə 10 dedim mən, amma 100 olmalıdır deyəsən. 100 demişdin axı, 100 dedim mən eşitdim. Aha, 49'un 7'ye qalığını tapdın qızım. Düzdür? Bəli. Tapdın ki 0'dır. Burasını düz elədin. Dedin ki S üstə gəlinsin, K vur R. 1 vurulsun, R'im də 0'dır, 0. Deməli S'im oldu 0. K'nı vurdum 10'a, K oldu 10. N'in də 7'yə tam hissəsi oldu 7. Qayıtdın dövrü, N böyütü 0'dan, hə. N'in 7'yə qalığı yenə 0 tapdıq. S oldu nə? Yenə 0 oldu, düzdürmü? S oldu yenə 0. K da oldu 100. Düzdür. 7'yə tam hissəsi 1 oldu. 1'in 7'yə qalığı oldu 1. S'in üstünə gəldin K, yəni 100. Vurulsun 1. S oldu 100. Düzdürmü? K'nı vurdun 10'a, K oldu 1000. N'in də 7'yə tam hissəsi oldu 0. N 0'dan böyütürmü? Yox. S'i çap elədi 100. İndi baxaq görək. Bu 49 ədədini 7'li say sisteminə keçirtməkdir ya yox? Bəli.
Yəni demirəm ki, sizə o dəqiqə gördünüz yazın. O demək deyil. Amma yəni burada bir saniyə. Nəsə. Burada bu qismi ki görürsünüz 2, 16, 8, 7. Bax ikisini görəndə burada bir düşünün. Nə etmiş ola bilər? Yəni çox vaxt bu tiplər say sistemi ilə əlaqəli olur. Say sistemi olur. Aydındır. Bəli. Davam edək. 17. 17 deyil mən. Buyur. Demək. N dəyişəni daxil olunmuş hansı ən kiçik qiymətində proqram 6 ədədini çıxışa bilir. Yəni burada S olur 6. S-in də başlanğıc qiyməti 0-dır. S də hər dəfə 2 artacağı üçün bu deməkdir ki, buradakı dövr 3 dəfə təkrarlanır. 3x. Yəni 3 dəfə bu dövr təkrarlanacaq. İndi baxıram ki, hər 3 dəfədə bu n ədədi 2 artıb 50-ni keçib. Yəni belə deyim də, n əvvəl bir ədəd dəyişən idi, tutalım n dəyişəni. Biz bunu 8-ə vuranda 50-dən böyük bir ədəd alınıbdır. Bizə şərtdə deyil ki, n-in ən kiçik. İndi fikirləşməliyik ki, hansı ən kiçik natural ədədi 8-ə vurduqda 50-dən böyük eləyir. Bu da 7-dir. 7 dəfə 8-in 56. Cavab məncə Y bəndidir deyə düşündüm. Yəni burada 7 olmasaydı nə edəcəkdi? Məsələn, böyük rəqəmlər 200 neçələr olsa nə edərdin? Necə yəni? Bayaqki sualda ki, bilənəm 200 neçələr falan filanlar olsaydı nə edərdin? Məsələn, şərtdə deməsəydik ki, ən kiçik ədəd. Onda məsələn üçün fikirləşərdim ki, Yox, ən kiçik ədəd desəydi, amma 6 yerinə məsəl üçün də topludakı kimi 256 falan versəydi. Nə bilim, n-in yerinə daha böyük bir ədəd versəydi. Sən fikirləşdin ki, 3 dəfə 2-yə vurubsa 8-ə vurub. aha, bəli. Fikirləşməyin düzdür. 50-ni böldün 8-ə. 50-ni böldün 8-ə. Tapdın ki, 7 tam neçə olur da 7-ni götür. Düzdür? Bəli, 6 tam neçə 7-ni, bəli. 6 tam neçə, 48 tam neçə 7-ni götür. Belə bir götürüşündə səhv yoxdur. Öyle səhv düz deyirsən. Düz deyirsən. Davam edək. Başqa bir şey soruşmaq istədim. O tip misal gələndə işini göstərərəm. 18. Mən bir söz deyə bilərəm. Bu PDF axıra kimi işləyəcəyik. Çünki hazırlığım var mənim. 11 neçədə də hazırlığın? 1-də. Bir çox var da, hələ 10 dənə sual işləyək ki. Nə qalıb ki 18-də, tezsiz işləyək ki, asan da bunlar. 18, 19 falan. Ha, 19, 18-ə kim baxır? Proqram icra edilərkən öncə 102, daha sonra 9 daxil edilib. A 102-dir, B 9. Birinci 102 9-dan böyük bərabərdir. Hə, A 93 olacaq. Sonra demək, Sonra 102-dən 102-ni 9-a bölərik. 11 dəfə düşəcək, 99 eləyəcək o da. Deməli, burada qalıq-qalaraq 3 qalacaq. Deməli, sonra while təzədən yenə qayıdacaq. 3 böyük, 102-dən 99 çıxanda 3 eləyir. 3 böyük bərabərdir 9, yox. Deməli, print A, A-nın son qiyməti 3 olacaq. düzdür. Hə, bax. Gözəl. 19. 19-a deyir dövrün gövdəsinin neçə dəfə icra olunacağını müəyyən edin. X-ə 0 verib 100-dən kiçikdir, sonra 2 artacaq deyə 50 götürür. 100-ə də bərabər deyə 1 vahid böyük götürəcək. Yəni 51 olacaq. Düzdür. 20-ci sual. 20 deyim müəllim. De, buyur. Bizə saniyə. Sənin üçün hamı sürətlənib görsən. Müəllim, burada deyir ki, n və x demək natural ədəd.
n və x natural ədədləri üçün s dəyişəninin çıxış qiyməti hansı ifadəni təyin edə bilər? S-i 0 veribdi, p-ni də x veribdi. Bizə də bu aralıq 1-dən n-ə kimidir da. Məsələn, 1, 2, hər neçəsə n-ə kimi. Hər dəfəsində s-in üstünə p gələcəyik. Yəni s bərabər olacaq. Başlanğıc qiymətdə 0 olduğu üçün elə ki p-ləri cəmləyəcək da. P də x-dir. Yəni hər dəfəsində olacaq x üstə gəlinsin. P-ni də x-ə vurur. Yəni məsələn p-miz əvvəl x idisə, indi olacaq x-in kvadratı. Sonra mı olacaq x-in kvadratı vurulsun x-in kubu. Nə bilim, belə-belə gedən bir şeydir. Bizə Bəli. saniyə. Cavab yəqin ki C bəndidir. Yəqin ki C bəndi olacaq. C-dir. Çünki burada x-in qüvvətləri bu for i in range kimi. Yəni i-nin qiymətlərini alacaq. Yəni i 1 olanda 1 olur. Üstü 1. Düzdür. 2 olanda 2 olur. Nə bilim, n üstə gəl. Düz N deyirsən, olanda n haqlısan, olacaq. düzdür. Cavab C-dir. Asan sual. Düzdür. Asan idi. Topuldakı daha biraz daha çətin idi bundan. 21. Öğretmen daxil edəcək n sayda natural ədədin hansını tapan proqram kodunda uyğun olaraq sual 1 və sual 2 əvəzinə yazılmalıdır. N bərabər int input s bərabər 1, i bərabər 1, while i kiçik bərabərdir n-dən. Deməli, En sayda natural ədədin hasilini tapmalıdır. sual 2 hissəsində i bərabər i plus 1 olar. Nə deyir? Deyir ki, en sayda natural ədədin Hasilini tapan hasilini proqram tapsın. Deməli, ona Amma görə bizdə ardıcıl natural ədəd sözü eşidirəm mən ki, ardıcıl natural ədəd desin, düzdürmü? En sayda natural ədəd. Yəni bu da ixtiyari natural ədəddən gedir məncə söhbət. Çünki i-ni bir-bir artırmağa məncə əhəmiyyəti yoxdur. Çünki deyir ki, en sayda natural ədəd, ardıcıl. Heç ixtiyari sözü də verməyib, düzdür. Amma ardıcıl sözü də verməyib də ki, mən yəni ona görə i bir bərabər i plus ardıcıllıq 1 dedim eləsin. ki. Mən i bərabər i Aha. plus 1 ona görə dedim ki, çünki rəqəmlərin sonu sual 1 və sual 2-dir. 1 ilə 2-nin arasında bir ədəd fərq var. Ona görə sual 2 olan kvadratda, düzbucaqlıda i bərabər i plus 1 olar. Ona görə CDY variantları bərbaşdan gedir. Hı. Sonra C getdi, D deyirsən getdi, Y getdi. Qalırıq A ilə B arasında. İndi burada söhbət ixtiyaridən gedir, amma burada nə edir? Bax, S-ə edir ki, S vurulsun, int input. Yəni bir ədəd daxil olunsun, input. O ədədi S-ə vursun hər dəfə, hasilini tapsın. S-də birdən başlayıb, düzdürmü? Hər dəfə o ədədin hasilini tapsın. I isə burada hansı rol oynayır? N sayda olsun, yəni n dənə olsun. O zaman ində nə etməliyik? I bərabərdir, i plus 1 etməliyik də, düzdürmü? bəli. İdə S 1 hər dəfə versin. daxil olana da vurulur int inputa, yəni sual 1, Aha, sual bəli. 1 İ də olacaq artır ki, n-dən olanda çıxsın. adi yəni. Düzdür. 22. Deyir mən proqram nəyi çap edir? Aha. Deməli, burada seni 0 verib, i 200-dür. Hardan hara qədər gedəcək Burada buradan? 1-dən 200-ə qədər. 1-dən 200-ə qədər. 200 götürəcək ya yox? Buradan rahat görürsən ki, Bir kublar bölü cəmidir, düzdür. Buradan kublar cəmi olduğunu görürük. D variantı olacaqdır. Kublar cəmi hansı? D variantı. İndi gəl ona baxaq. Deyir ki, i-dən bir çıx. Düzdür. 200 böyükdür. 200 böyükdür. Nədən? Sıfırdan. Bəli.
S üstə gəlinsin. Nə olur? İlk proqram nə olur elə? 200-ün kubu. Sonuncu demirəm ha hələ. Birinci nəyin götürür elə qızım? 200-ün kubunu. 200-ün kubun. 200-ün kubun götürürsə 200 daxildir ya yox? Olacaq, daxil olacaq. Bəli. Burada qalır 199'lar Yığır. çıxdı. Bu ikisi. Burada nə deyir? Natural ədədlərin hə, kublar cəmi. Y bənd. Aydındır. Bəli. 23. Yəni 23-də bu proqram əslində səhv eləmirəmsə ya Dimdiyi ya Koderada belə bir şey var idi. Bu proqram ədədin məncə tərsini verir. Yəni fərqli olsun. T olsun 10. Gəlsin N'in 10'a qalığı. Tərsini Amma Aha, bunu bu. belə yazmaq da olar. Bizə saniyə bunu buradan yazın müəllim. Bizə saniyə. Nə yazsan, nə edirsən spam? Səhv rəngi götürülmə üzrə hesab edin. Hə. Müəllim demək burada birinci olaraq yazacağam. Deyin n nə qədər ki sıfırdan fərqlidir. T bərabər olacaq. T sıfır idi da. Ona vuranda sıfır edəcək. Üstə gəlsin n'in 10'a qalığı 4. N də olacaq 3, 2, 2, 1. Sonra ikinci addımda T bərabər olacaq. 4'ü ona vuranda 40 eləyin. Üstə də n'in qalığı gələndə eləyəcək 41. N eləyəcək 322. Sonra üçüncü addımda T olacaq 410'un üstə 322'nin ona olan qalığı da 2. 412 eləyəcək. N eləyə 32. Sonra dördüncü addımda T eləyəcək 412'nin ona hasini 4120. Üstə də qalıq 2'ni gəlsək 4122. 22. N eləyəcək 3. Hı. Beşinci və sonuncu addımda da T eləyəcək 4100. Daha doğrusu 41223. N eləyəcək 0. N sıfırdan sıfır olduğu üçün sıfırdan fərqli deyil. Dövrdən çıxacaq. T də olar 41223. Yəni 41223. Ədədin tərsi. Doğrudur. İşləmişdik bunu, düz deyirsən. 24. Kimdədir sıra? Python dilində tərtib olunmuş proqram icra edilərkən klaviaturdan 10 daxil edilib, yəni n 10'dur. C bərabər 1, i bərabər 1, y bərabərdir 5, n tam hissəsi. While i kiçik bərabərdir y-dən, i oldu 1, y də 5. Kiçik Aha. bərabər. If n'in i-yə İyi, hansı qalığı qiymətlər alacaq burada? Bir dənə denən zəhmət olmasa bax. Dövrümüzü təyin edə bilərsən də i 1 artır. 1, 2, 3, 4 qiymətləri. 5'i niyə almır? Nəysə, davam elə. Davam elə proqram içində görəsən. Davam elə. If n'in i-yə qalığı 0'dır, n 5 idi, i-yə qalığı 0'dır, bəli. C bərabər C plus 1, yəni C bərabər 2 oldu. Sonra yenidən qaydırıq. Sən nə istəyirəm, Dəyanət? İstəyirəm ki, sən proqrama baxanda, yəni bunu bax bir-bir eləyəndə görsən, özünü də karışdırırsan. İstəyirəm ki, bu proqrama baxanda, proqramı başa düşəsən ki, yəni mahiyyətini başa düşəsən. İndi sən burada nə görsən, 10 verdi. Y nə oldu? 5. 5. Y-in dəyişiri bu proqramın içində yox. Düzdürmü? İ dəyişir də, düzdür. İndi bizə dövr necə gedəcək? Deyir ki, nə qədər ki, i kiçikdir, bərabərdir y-dən, düzdür? Dəyanət. Onda bizim dövrümüz necə olacaq? Hansı ədədlər olacaq i? 1, 2, 3, 4, 5. Hə, 1 kiçikdir, bərabərdir y-dən, hə, 1 olacaq. 2 kiçikdir, bərabərdir, hə, 3 kiçikdir, bərabərdir, hə, 4 kiçikdir, bərabərdir y-dən, hə, i-nin üstünə 1 Beş də olur. gələcək. 5 kiçikdir, bərabərdir, hə, yenə dövrə gedəcək, düzdürmü? Bəli. Bərabər məsələsi də var. Aha. İndi burada n dəyişəcək səncə heç?
Xeyr. Dəyişməyəcəkdir. N-i dəyişdirən nəsə yoxdur, düzdürmü? Və n nədir? 10-dur. Doğrudur. İndi i-lərdə bunlardır da. i-lər də bunlardır, düzdürmü? İndi proqram onda bizdən nə istəyir? Yəni proqram nə Ədədlərin cəmi. istəyir? Yox, yox. Bax, bir də bax. N-in i-yə qalığı 0-a bərabərsə, n də 10-dur. Hı. Ona qədər olan cüt ədədlər. Yox. Ona tam bölünənlərin bunlardan. Ona tam bölünənlərin nəyin? C bərabərdir C plus 1. Nəyin? Cəmi. Yox, cəm budur. Cəm belə olardı. C bərabərdir C plus i. C bərabərdir C plus 1 nədir? Yadına sal, bilirsən. Nəyin istəyir? Rəqəmlərin. Yox, dənət fikirləş bir dənə zəhmət olmasa. Nəyi bir-bir edərsən? Nə edərsən bir-bir? Bir-bir artırır rəqəmləri. Bax, məsəl üçün, sinifdə girirsən ki, oğlanlar da var, qızlar da var. Oğlan şagirdlər var, qız şagirdlər var. Oğlan şagirdləri neynəmək istəsən bir-bir dənə-dənə götürərsən. Oğlanların nəyini tapmaq üçün bir üstəgəl bir, üstəgəl bir, üstəgəl bir deyərsən. Ədəd orta. Sayını da bir ədəd orta üçün birinci saymalısan da, sayarsan. Oğlanların sayını tapmaq üçün deyərsən 1, 2, 3, 4, 5, düzdürmü? Hə. Deməli, bu nə etdi? C bərabərdir C plus 1. Ədədlərin Saydı. sayı. Bəli. Proqrama baxanda görməlisən ki, ona tam bölünənləri sayını istəyir səndən. İndi hansılar olar? 2, 5. 2 dənə elə. Bəs Hər 1, bir də var. 3 dənə. 1, 2, 5, 3. Yaxşı, bəs cavab 3 olacaq səncə? Xeyr. Niyə? Neçə olacaq? i plus dəqiqə. C-ni i plus 1 də gələcək üstünə. 1 plus 1? Yox. Aytac, nə olar səncə? Mən bir-bir artırdığı üçün yəni axırıncı dövrə girməyəcəkdi. Yəni 2 olacaq. Yox. Spaniya nə olar səncə? Müəllim, bir də bizə saniyə qoyun deyim. 4. Uşaqlar, C bərabərdir 1 var idi başda. Burada 3 dənəsini saydıq. 3 dəfə 1 gəldi üstünə. Amma C sıfırdan başlamamışdı. 1-dən başlamışdı. Ona görə Ona 1 gələcək də. Hə, mən 3 də 4 gəl, olacaq. 1, 4. Bəli. Yəni, məsəl üçün, burası başa düşdünüz. Bu boyda şey başa düşdünüz, yazdınız. Biri görmədiniz, açıq sualdır. 3 yazdınız, sual getdi. Başa düşdünüz. Diqqətli olmaq. 25. 25-də deyir, S dəyişən klaviaturadan daxil edəcək hansı qiymətində proqram çıxışa 105 ədədini verər. Burada da mən x-i 1 verib 4, 4 artıracaq. Dövrün sayını taparaq birinci burada. Yəni 5 dövr gedibçi 21 olub çıxıb da. Deməli 5 dövrdür burada. Birinci S-in üstünə 2 gələcək. 1 vursun 2. Sonra 5 olacaq, 10 gələcək. Sonra neçə idi? 9 vur 2, 18 gələcək. Sonra 13 vur 2, 26 gələcək. Bir də axırda 17, 34 gələcək. 21 olanda çıxacaqdı axırıncını saymıram. Cəmin toplasaq onu neçə eləyəcək? Neçə dedim? 2, 10. 2 gəldi. Sonra üstünə 4 9, gəldim. 5, 10 etdi. 60, 90 olur cəmi. Onun Yəni üstünə də 105-dən də 90 gəldi. çıxacaq. 15 olacaq. 5, 15, 5 idi. Üstə 4 gəldi. 9.
18. Neçə tapdın? Düz getdin, Mən hərlin 15 yazmadım. Hə, 15 olacaq. 15 olacaq, düz getdin. Çünki 18 elədin. Aha, bu sıfır çıxanda 15 oldu. Düzdür, düz elə. 26. Hı. 26. Aynen. Müəllim, biraz yuxarı. Hı. Ben sualdı. Düz. Demək, tərtib edilmiş proqram buradakı ədədlərdən hər biri üçün icra edilsə, yes neçə dəfə çap olunacaq. Və birinci baxım görüm bu proqram niyə tutalım ki, elin Hı. yerinə qoydum 10.123-ü. Birinci anlıq. Deyir ki, nə qədər ki, el 1 deyil və n də sıfırdan böyükdürsə, el bərabər olacaq bu n-in 10-a qalığına. Məsələn üçün, bu ədəd üçün 3-ə bərabər olur. N-də olacaq bu ədədin tam hissəsinə 1012-yə. Sonra mənə deyir ki, əgər eri 2-yə böləndə qalıq 0-dırsa, yəni el cüt ədəddirsə, el 1 olur. Burada bir şey var, dövrümüz bura qədərdir. Əgər cüt ədəd olsa, cüt ədəd olsa, el 1 olacaq və bura qaydanda bizim şərtimiz ödəməyəcək. Çünki əgər el 1 olduğu zaman birdən fərqli olmur və burada da lə bağlandığı üçün bu hissəmiz no olacağı üçün, yəni ödəmədiyi üçün dövrdən çıxır və yes-i çap eləyir. Belə bir şey düşünürəm. İndi bir dənə bunu silin, bir dənə baxın. Orada şey Bu, oldu. Nəysə. bu, Hı. bu ədəddə necə müəllim? Hı. El birdən fərqlidirsə. Aha, indi bu ədəddə dövr hissəsinə qədər bir saniyə, bu dövr hissəsinə qədər baxanda bizə elə ədədlər lazımdır ki, həmin ədədin içində cüt rəqəm olsun. Yəni düşündüyüm bu qədər, bilmirəm səhv düşünürəm yox, cüt rəqəm olsun ki, bu axırda el 1 olanda bu dövrdən çıxsın və el 1 olanda yes cavabını bizə versin. Çünki bizə yes lazımdır. İndi baxıram. Bu ədəddə 2 rəqəmi var. Yəni mən bu 10.123-ü daxil eləsəm, birincidə demək 3, 1012 alınacaq. Elimiz də 3-dür, qalıq 0 deyilsə, el 1 götürmür. Təzədən dövrə gələndə bu səfər elimiz 2 olacaq, ədədimiz 101 olacaq. 2-ni də 2-yə böləndə qalıq 0 olacaq üçün el 1 götürür və dövrə gələndə burada el 1 olduğu üçün ödəmir. Və el də 1 olacağı üçün yesi götürdü. Yəni bu ədəddə yesdir. Bir də göstərəm. Bu Deməli, ədəd içində yes. cüt ədəd olanları istəyir, Bəli. bir sözlə. Sonra Düzdürmü? burada, bəli, burada 7-lərdir. Burada cüt rəqəm olmadığı üçün biz burada Yoxdur. no çap eləyəcək. Yəni yes vermir. Bu ədəddə 0 var, qalığımız 0 eləyə bilər. 2-yə bölündü. Ona görə burada götürəcəyik. Hı. Sonra buradakı ədəddə 8 də var, 2 də var. Yəni 0 var elə bu birbaşa yesə Hı. gedəcək. Sonra buradakı ədəddə də cüt rəqəm olmadığı üçün bunu da götürmürəm. Və 1, 2, 3. Demək ki, 3 dəfə burada yes cavabını verəcəkdir. Cavab 3 dəfə. Doğrudur. Doğrudur. 27. 2 üstü 8, 2 üstü 8, 256, 1-ə C. Hı. 2-də 2 üstü 2, 4, 4-ün üstü 3, 64. 2-yə getdi A, 3-ə 8 üstü, yox, 6 üstü 3, 216, 3-ə getdi. Getdi. Bir saniyə baxın. 2 üstü 2 vuruş 6. 6 üstü 3 neçədir? 6 üstü neçədir? 216. 216. Y bəndə. C, A, Y. Hansı? Aha. Sonra tamamilə doğrudur. Aytaç, buradasan. Bəli, mən Burada nə deyir? Ha, siz hələ ki bunu keçməmişsiniz. 28, 29, 30 qalır. Hələ ki biz həll tələb olan suallara keçməmişik. Belə. Bugünlük bu qədər uşaqlar. Sağ olun, salamat Sağ olun qalın. müəllim. Evə Koderadan yazaq da 11.5 dediniz. Bəli, bəli, onu yazasınız. Bəli. 11.5. sağ olun. Oldu müəllim, Sağ sağ olun. olun. Tamam. Sağ olun.